Qardaş, 13 otaqlı, böyük ev eşi istəyirsən, 700 kvadratlı. Onda video axıra kimi bax, gəl. Bağlı, bağçalı, güllü, çiçəkli. O tank dağıtmayan evlər var, o evlər, top dağıtmayan. 90-cı illərdə çıxmışsan da, bax, sahibi də yanımdadır. 92, 93-də. İlk Şamaxılılar vurub onun üzünü, düzdür? Ha, 30 ildir. Buradan Şamaxıya salam, bir dənə bağ bağçasını çək. Ağac hələ bu tərəfdə meyvələri zadı. Bəh, bəh, bəh. 18 sot qardaş. Dağıstan vişnəsi. Bəh, vişnəyə bax. Ha. Gürzə zat yoxdur burada. Yox. Zarafat eləyir. Bəh, bəh, bəh. Vişnyovka. Həm vişnyovka, həm də vişnə, albalı. Gəl bura görək. Sakit, havası təmiz olan yer. Köhnə çərhöz. Çərhöz deyirlər buna. Ha? Fontan. Orada nə saxlayırdın sən əvvəl? Orada hinduşka, toyuq. Hinduşka, toyuq, ördək. Bu üçün burada, bu evdə 4 ailə yaşaya bilər. Hamısında giriş çıxışlarını addelini eləyibdir. Şirin suyu da var. Gəl bura. Bu nə ağaçlardır bu? Almadır, nədir bu belə? Muşmula? Yaxşı, evi bildiyi 92-90. Mangal neçənci ilin manqaldır? Mangal da köhnədir. Bu mangal qonaqlıqlar yola verib. Düzdür, düzdür. O vaxtı bu ev, yəni bu evlər, belə deyək də, milyoner evləri idi. Orada zarafat eləmirəm, yəni zarafat bir yana, 700 kvadrat ama evimizin qiyməti aşağıdan qeyd eləyəcəm. Belə də sözlə deyirəm də, 360 mindir. 350 min. İndirim eləyəcəm, müəllim. Olacaq. Hə, deyir eləyəcəm indirim. Bax da hələ bir də sən. Girə bax. Mən heç bilmirəm, biz hardan girək, hardan başlayaq. Bir ev başda nəyə betondur, hamısı. Yəni betonlayıb, hamısı betondur. Qaradağ daşı, üstü beton. Beton qalınlığı. Burada da bağ var. Rəsiski beton o vaxtındır ya. Doğrudan da elə vişnyovkadır ya, albalı. Rasimin vişnyovkası. Əncinin böyüklüyünə baxayım. Bəh, bəh, bəh. Maşallah günün olsun. Stop pause elə, Rasim, qalxaq gedək görsədək. Ha. Gəldim. Yox, sən çıxma. 350 min. Ehtiyac yoxdur sənə. Əncilin böyüklüyünə bax deyəsən. Ha? Gəl. Deməli, ikinci mərtəbənin özünün mətbəxi, birinci mərtəbənin mətbəxi. 3 dənə mətbəx var. Bu, ikinci mərtəbədə olan mətbəx. Remontludur ya, yəni, düzdür. Bura təmirlidir. Ha. Bu qonaq otağıdır, bu da yataq otağıdır. Deyirəm da sən o vaxtı belə evlər anda hər adamda olmurdu. Ya. Buranı gördünüz. Düşək indi aşağı. Stop pauzan bas, Rasim, düşək aşağı. Hə. Ora baxdıq. Bir dənə bura baxaq. Gəl.
Bura mətbəxidir. Bax, mətbəxi var. Hamam tualeti, sanuzeli buradadır. Burada qonaq otağıdır. Həm yataq otağı, həm qonaq otağı. Ha, burada təmirlidir. 700 kvadratda, yəni çox böyükdür. Bu boşdur. Yo, moşnudur, moşnu olmalı. Gördün? Hə, görün ev sahibi nə deyir. Bir dəqiqə mikrofon verirəm özünə. Bir kəlmə onu dinlə. Ha. Bura bir dəqiqə görsən. Evin də özlüyü əməlli başlıdır ya. Hələ belə şey deyil. Lap üstündə 5 mərtəbədir. Yəni arxayınam da ona. Nə su, nə bu şey, nə belə hər şey qaydasında. Ondan arxayın olub. Yerliyi də beton 60-dan yuxarı 80-dır ki, betondur dibləri. Hə, qıraqları da ki, armaturla qəşəng, əla. Xeyirli olsun, xeyirli olsun. Hə, bura baxdıq. Gəl indi bura baxaq. Bir sözlə 350 minə çıxartdıq. Ben indi hamısını çəkməyə video uzun olmasın. Bax, bir otağımız burada. 80 kvadrat. Bir otağımız burada. 70 kvadrat. 2-dən 4-ə 25. Bu da qoz ağacından da, ha, pləkan. Gedək. 13 otaqlıdır ümumiyyətlə. Ha. Ha. Qapılar da uzaq. Bax, bir dənə bura, yəni remont lazımdır. Divarı budur. Xeyirli olsun. Zal. Ha. Gel. Buranı da çəkək. Ha? Yox, söndür. Bax, bir mətbəxi də buradadır. Burası sanuzeldir. Bir dəqiqə. İşığı, ya. İşığı hardandır bura? Ha, bura deyir şüşə olub əvvəl. Var indi. Hə, yadınıza gəlirdi o vaxtı podvisno şüşə nə edirdi? Bizdə özdə də. Deyir də yəni şüşə düşər, sınar, nə bilə, deyir özüm çıxar. Şüşələri var. Burada mətbəxdir. Hə. Ha, zala bax, gör nə boydadır zal. O kimi 350 mindən çıxartdıq satışa, torpağın da evində kupçası var. 18 sotdur. Burada da bir dənə yataq otağı qardaş. Vəssalam, təqdimat bitdi. Zəng eləyin, gəlin, baxın. Qiymətdə də yağın ki, ev sahibi indirim eləyəcək. Vəssalam, sağ olun.